Onlar qayıdır. O, sinif lövhəsinin arxasındadır. Qulağınızla dinləyin. Bu sadəcə video deyil. Bu yaddaşdır. Məktəbin adı qeyd olunmayıb. Çünki bu yer artıq xəritədə yoxdur. 2022-ci ilin oktyabrında 8-ci sinif şagirdi Aysel məktəbin arxiv otağında itdi. Son dəfə təhlükəsizlik kamerası onu köhnə sinif otağının qapısını bağlayanda çəkmişdi. O gündən sonra qapı açılmadı. Amma bu başlanğıc deyildi. Həmin otaqda əvvəl də bir sinif yox olmuşdu. 1994-cü ildə 14 uşaq və bir müəllim. Nə cəsəd, nə iz. Sadəcə divarda cızılmış bir cümlə qalmışdı. O, gülümsəyəndə qışqırmağa başlayın. 2023-cü ildə məktəb rəsmiləri otağı yenidən açmağa çalışdı. Kamera yerləşdirildi. Qırmızı işıq yanırdı. Otağa daxil olduqları an işıqlar söndü və sonra o göründü. Gözləri dərin, ağzı insan olmayan qədər geniş. Dərisi sanki yandırılmış kukla plastiki kimi idi. Ən qorxuncu isə gülümsəyirdi. Sakit, çox uzun bir gülümsəmə. Əgər bu videonu izləyirsinizsə, artıq o sizi də görür.